Əziz şagirdlər, 9 illik ümumi orta təhsil səviyyəsi üçün buraxılış imtahanına hazırlaşan şagirdlər üçün nəzərdə tutulmuş ingilis dili test toplusundan prepositions, yəni söz önləri bölməsini izah edəcəm. Yaxın əyləşin əziz şagirdlər, prepositionları, yəni söz önünü necə rahat tapmaq və üsullarını sizə bu dərsimdə izah edəcəm. Onu qeyd edim ki, söz önləri, zaman bildirən söz önləri vardır, istiqamət bildirən söz önləri vardır, yer bildirən söz önləri vardır və mücərrəd məna bildirən söz önləri vardır. Zaman bildirən söz önləri in, on, at, after, before, until, for, since və başqalarıdır. Yer bildirənlər ən çox istifadə olunanlar in, on, at, near, next to. İstiqamət bildirənlər to, across, from. Yəni bu prepositionləri mücərrəd bildirənlər by, with və başqaları diqqətlə öyrənmək lazımdır. Yəni onlarda feillə işlənənlər vardır, sifətlərlə işlənənlər vardır. Əziz şagirdlər, Azərbaycan dilində ismin 6 halı da vardır. İngilis dilində isə ismin cəmi 2 halı, adlıq və yəlik hal vardır. Possessive case və yaxud da genitive case var da bilirsiniz. Yəlik hal ın, in, un şəkilçisidir Azərbaycan dilində. İngilis dilində apostrofsu və yaxud da cansız əşyalarda və yaxud bəzən hallarda isə of var. Of. Nın, nin, nun, nün kimi tərcümə olunur. Biz sözlərin qarşısında, isimlərin qarşısında, ümumiyyətlə zaman bildirən sözlərin, yer bildirən sözlərin, məkanların hər birinin qarşısında, coğrafi adların qarşısında xüsusi söz önlərindən istifadə edirik. Məsəl üçün, məktəbdən, məktəbdə, yəni in, tutaq ki, the park, at school, from school, go to, məktəbə, go to school. Yəni bunları bildirmək üçün xüsusi prepositionlardan istifadə edirik. Və əziz şagirdlər, onu da qeyd edim ki, əgər feillər göstərilirsə, cümlədə onsuz da feil olur. Yəni feillər göstərilərsə, siz prepositionu tapmaqda çətinlik çəksəniz, feilləri işlədərkən, məsəl üçün go sözü getmək mənasındadır. Getmək, istiqamət bildirən sözlərə məktəbə getmək to ilə işlənəcəkdir. Məktəbdən qayıtmaq, return from school, yəni come in, içəri girmək. Yəni bu kimi sözləri işlədikdə biz asanlıqla prepositionu sözləri tərcümə edərək tapa bilirik. İndi isə keçim izaha. Birinci, choose the correct preposition. Düzgün söz önlərini tap. You can translate this article into içərisinə of, nın, nin, nun, in, dadə, of. Bu söndürmək və yaxud da inkar, yəni dan çıxış deməkdir. Biz isə la, lə, ilə deməkdir. İndi birinci biz deyirik ki, sən bu məqaləni tərcümə edə bilərsən the help of a dictionary. Lüğətin köməyi ilə. With deməli birincidə E bəndidir. İkinci, Edward has just returned. Edward Glasgow'dan neynir? Qayıdır. Return sözü qayıtmaqdır. Dan artıldığına görə from Glasgow olur. Yəni Edward oradan neynir? Qayıtmışdır. İndicə qayıdıb. Üçüncü, I am staying at the Smiths. Mr. Smith and her family. Mən deməli Smithovlar gildə qalıram. Burada variant D olacaqdır. Mrs. Smith, yəni xanım Smith və onun
ailəsi ilə birlikdə orada qalıram. With ailəsi ilə birlikdə deməkdir. Yəni əziz şagirdlər, insanların qarşısında adətən with olur. Məsələn, I go to the park with my family. I am staying here with my friend. Yəni insanların qarşısında çox hallarda with işlənir. Bunu diqqətlə yadınızda saxlayın. Dördüncüdə. What did the train leave Paris? Parisi qatar nə zaman tərk etdi? Burada isə qeyd edim, leave sözü ya forla işlənəcəkdir, ya da heç bir prepositionla işlənməyəcəkdir. At ola bilməz. Qatarı oranı tərk edirsə, Parisin yanında tərk edir deyəmərik. Parisə tərk edir deyəmərik. Parisdə tərk edir deyəmərik. On isə üzərində, üstündə deməkdir, olmaz. In böyük obyektlərin və ümumiyyətlə obyektlərin içərisindədirsə, on həm dadə, həm də üstündə, üzərində deməkdir. At isə dadə, həm də yanında deməkdir. Deməli, burada leave sözü yadınızda saxlayın. Leave və yaxud da keçmiş zaman forması left, for və yaxud da heç bir prepositionla işlənmir. 5-ci. Take your things, your suitcase. Çamadanına öz əşyalarını sən çamadanından çıxart. Take götür deməkdir. Out of-la işlənəcəkdir. Çamadanın içərisindən çıxart. Out of your suitcase. Between və among arasında deməkdir. Between iki şəxs və ya iki əşyanın arasındadır. Among isə çox əşya və ya çox insanların arasında deməkdir. Into içərisinə put-la işlənir. Put into, amma take out of. Diqqətlə yadınızda saxlayın. Put into, take out of-la işlənir. Deməli, 5-də variant A bəndi. 6-da put your things, qeyd etmişdim öncə, nə ilə işlənməlidir? Into the driver. Sən əşyalarını onun içərisinə qoy. Deməli, into olmalıdır. Have you answered the message? Bəzi feillər vardır ki, onlar heç bir prepositionla işlənmir. Enter, sonra answer, visit və başqaları. Mən onun siyahısını burada qeyd edəcəm axırda. Siz onları diqqətlə əzbərləməlisiniz. Yəni bu feillərdən sonra heç bir zaman preposition işlənmir. Variant A olacaqdır. İndi 8-də. Mike lay the bed as soon as he got home. Mike evə gələn kimi neynədir? Çarpayının üstündə olacaqdır. Variant B, çarpayının üzərində uzandı. İndi burada of ola bilməz çarpayının, with, lalə, from-dan, then, for da üçün olur, çarpay üçün olmaz. Deməli 10 üzərində olacaqdır. 9-da we can rely on, rely, reply və başqaları onunla işlənir. Deməli, we can rely on him. Of ola bilməz, in, from, by ola bilməz. Yadınızda saxlayın ki, rely onunla işlənir. 11-də it isn't safe. Təhlükəsiz deyil. Children to play matches. Uşaqlara kibritlə oynamaq təhlükəsiz deyil. Yəni uşaqlar kibritlə oynamamalıdır. Bu təhlükəlidir demək istəyir. Burada variant safe for children, uşaqlar üçün təhlükəsiz deyil. To play with, yəni kibrit ilə with olacaqdır. Keçirik 12-ci suala. I was really proud, sonra fond, afraid. Yəni bu tip sözlər həmişə ofla işlənir. Yadınızda qalsın. Fəxr edirəm, sevirəm, qorxuram. Yəni bunlar
of-la işlənir. I was really proud of my friend. Mən dostumla həqiqətən fəxr edirəm. 12-də variant D bəndidir. Dostumun içində fəxr edirəm deyənməli, dostum üçün fəxr edirəm olamaz, dostumdan fəxr proud of-la işlənməlidir. 13-də I haven't seen her since she left London. Left bilirik ki, leave yəni tərk etmək fiilinin, getib çıxıb getmək fiilinin keçmiş zaman formasıdır. Onu qeyd etmişdim öncə. Ya forla işlənir, ya da heç bir boşluqla. Burada for olduğuna görə biz E bəndini götürəcəyik. O Londonu tərk edəndən bəri. 14-də they agreed the manager. Onlar menecerlə razı idilər. Deməli burada 14-də olacaq E bəndi with. Onlar ilə sözünü işlətdi. Menecer ilə razılaşmaq. İlə with ilə deməkdir. 15-də father's quite pleased my exam results. Deməli pleased sözü məmnun olmaq, mənim imtahanımın nəticələri ilə məmnun oldu. Atam burada ilə işlətdiyimizə görə with olacaqdır. 16-da it played an important role. O bizim həyatımızda çox vacib rol oynayır. Həyatımızda, yəni bizim həyatımızın içərisində, həyatımızda in işlənəcəkdir. In his life. 17. The friends met the zoo. Deməli, dostlar zooparkda görüşdülər. 17-də zooparkda. At the zoo olur aşağılar. Zooparkda, yəni zooparkın yaxınlığında, zooparkda görüşdülər. At the zoo olur. At the park, at school, at the zoo. Yəni bəzi at the museum, yəni bəzilərin, ya burada at the zoo olur. Onlar parkda görüşdülər. At the zoo. 18-də he comes the south of Scotland. Deməli Şotlandiyanın cənubunda onlar ora gəldilər, Şotlandiyaya gəldilər. Come sözü 18-də işlənəcəkdir. C bəndindən comes from. Şotlandiyadan qayıtdılar. Burada comes from olacaqdır. 19-da what are you interested in? Interested maraqlı olmaqdır. Nədə maraqlıdır? Nəyin içərisində? Yəni nədə maraqlıdır? Bu inlə işlənəcəkdir. Bu testlərə düşür. Buraxılış imtahanlarının özünə də 11-ə də 9-a da getdiyiniz bütün sınaqlarda da interested sözü çox hallarda salınır. Interested bir mənalı olaraq həmişə inlə işlənir. 20-ci. What was the child afraid of? Uşaq nədən qorxur? Afraid of olacaqdır. Be quick. The bus arrives 10 minutes. Cəld olaq. Avtobus 10 dəqiqəyə çatır. 21-də olacaq variant A bəndi. Arrives to 5 minutes. Yox. 22-də olacaq 21-də olacaq A bəndi. Yəni 10 dəqiqəyə çatır. Deməli 21-də variant A bəndidir. 21. Choose the correct prepositions. Be quick, cəld olun. The bus arrives 10 minutes. 10 dəqiqədə çatır. 10 dəqiqənin içərisində A bəndində in 10 minutes olacaq. 22-də hurry up, tələsin. The train arrives 5 minutes. Deyir ki, tələsin, qatar
5 dəqiqəyə 22-də də olacaq D bəndi. Deməli 5 dəqiqəyə çatır. Arrives saatların qarşısında işləndikdə 5 dəqiqəyə, 10 dəqiqəyə belə bir sözlərin qarşısında işləndikdə inlə işlənir. Ümumiyyətlə arrives həm inlə işlənir, həm də ətlə işlənir. Böyük obyektlərin qarşısında inlə işlənir. Kiçik obyektlərin qarşısında ət. Məsələn, I arrived at the zoopark və yaxud at the station. Ancaq I arrived ümumiyyətlə arrive ətlə işlənir, bir də inlə işlənir. Böyük obyektlərdə arrive inlə, kiçik obyektlərdə isə ətlə işlənir. Məsəl üçün I arrive at the station. I arrive in London. In London böyük obyektdir, böyük bir şəhərdir. Stansiya isə Londonun məsəl üçün içərisində olan bir xüsusi stansiyadır. Yəni böyük obyektlərdə inlə, kiçik obyektlərdə isə ətlə işlənir. Coğrafi adlar böyük obyektlər sayılır onlarda. Ona görə də inlə işlənir. Həm də yadınızda saxlayın. Arrives in 5 minutes, in 10 seconds və yaxud da in 2 days. Yəni bunlar hamısı inlə işlənir. 23-də Fred is speaking his friend now. Fred öz dostu ilə danışır. 23-də variant olacaq C bəndi. To, dostuna danışır. To, deməli friend is speaking to his friend now. Friend indi dostuna danışır, dostuna danışır. Between ola bilməz, bir dənə dostu var. Between deyirik ki, amongdur, 2 və ya daha çox obyektlərdir burada. Ona görə olmaz. 24-də Nearly staying her relatives now. Nearly is staying her relatives now. Qohumlarının, indi qohumlarının yanında qalır. 24-də olacaq variant C bəndi. With, qohumları ilə qalır. Yəni qohumlarının yanında qalır. 25-də They met a cold January morning. Onlar bir soyuq yanvar səhərində görüşdü. 25-də variant C bəndidir. Yanvar gününün səhərində görüşdü. Bilirik ki, yanvar, fevral, yəni aylar inlə işlənir. Ayların qarşısında konkret rəqəm olanda 5, 10, yəni məsəl üçün yanvarın 5-i tək yanvara aid deyil, bütün fəsil aylarda, yəni in işlənir. Tək yanvara aid deyil, bütün ayların qarşısında in işlənir. Lakin konkret rəqəm olanda yanvarın 5-i, yanvarın 5-ci günü kimi nəzərdə olduğuna görə 10 işlənir. Lakin burada qeyd edir ki, a cold January morning, bir yanvar soyuq səhəri, burada da səhəri günü kimi nəzərdə tutulduğuna görə variant C 25-də C olacaqdır. 26-ya keçək. Bakı is the center Azerbaijan's cultural life. Bakı is the center of olacaq. Azərbaycanın mədəni həyatının mərkəzidir. Of, Azərbaycanın. 27-də They left London only a week ago. They left London only a week ago. Onlar Londonu yalnız bir həftəyə tərk etdi. 27-də A bəndi for. Əziz şagirdlər, hər dəfə bunları əzbərləyin. İzahım vaxtı, izahımdan kənarda leave, left ancaq for və yaxud heç bir prepositionla işlənmir. 28-də What are these spoons used to? Used to zamanlarda da vardır. Zamanların uzlaşması bölməsində də vardır. Ümumiyyətlə tense form keçirilən zaman istifadə olunur. Used to ardı ərdi bilirsiniz deməkdir. Hər zaman to ilə işlənir. Deyir, bu qaşıqlar nə üçün istifadə edilirdi? 29-da we must
turn the light to save energy. Bizdir turn ya ondan işlənir ya da off'dan işlənir. Into və başqalarıyla da işlənir. Lakin turn on yandırmaq, işə salmaq deməkdir. Turn off isə söndürmək. Məsəl üçün deyir ki, sən işığı söndürməlisən ki, enerjiyə qənaət edəsən. Burada söndürmək mənasındadır. Off söndürməkdir. Off, nun, yəli kalını düzəldir. Off isə nəyisə keçirmək, söndürmək mənasındadır. 30'da there are 3 candles the table. On the table. Stolun üstündə. On the table. Əziz şagirdlər, stolun üstündə vardır. 31'də people celebrated Christmas December 25th. People celebrate Christmas December 25th. Veya önce qeyd etmişdim ki dekabrın qarşısında rəqəm olar 31'də D bəndi. İnsanlar Christmas bayramını dekabrın 25'ində qeyd edir. 32. I decided to go there. Biz ora qərara gəldik ki, nə ilə gedək? On foot. Foot ayaqdır. Ayağımızın üzərində gedək. 33'də England people wish for snow at Christmas. İngiltərədə Christmas bayramında insanlar qar arzuluyur. In England. İngiltərədə. 33'də variant oldu. C bəndi. 34'də my best friend live in Italia. Mənim ən yaxşı dostum İtaliyada yaşayır. B bəndi. My family lived in Spain for a year when I was a child. Mən uşaq olanda mənim ailəm İspanya'da yaşayırdı. İspanya'nın içərisində. Gördük ki, ölkələrin içərisində nə işlənir? In preposition işlənir. 36. Tom is the best student. Tom deməli sinifdə ən yaxşı şagirddir. In the class. Sinifdə. Look, bax. I think there is someone. Mən görürəm ki, evimizin qarşısında kimsə dayanıb. 37'də variant E bənd olacaq. Qarşısında. In front of bir-birindən ayrılmır. Hər zaman bir yerdə olur. In front of. The Whites arrived in London plane yesterday. Deməli onlar dünənlərim təyyarə ilə Londona çatdılar. Təyyarə ilə çatdılar. 38'də C bəndi olur. By. By'dan qeyd edim ki, by ilə deməkdir, həm də tərəfindən deməkdir. By nəqliyyat vasitələrin qarşısında ez, yəni article olmazsa işlənir. Bütün nəqliyyat vasitələrin qarşısında by işlənir. Əgər article yoxdursa, ancaq nəqliyyat vasitələrinin qarşısında article varsa şərtlər dəyişir. Taksi, a car, a taxi içərisində otura biliriksə, yəni ayaq üstə dura bilmiriksə, bu nəqliyyat vasitələrində hər zaman in olur. Lakin on a bus, on the train, on the plane, on a ship. 39'a we had a wonderful time the party Saturday night. 39'da B bəndi uyğun gələcək. At the party on Saturday night. Day sözü, yəni gün deməkdir. Day olan yerdə hər zaman on article işlənir. Burada night'a baxmırıq. Night atlə işlənir təklikdə olanda. Lakin ilk söz day olduğuna görə, Saturday söz olduğuna görə biz on article işlədəcəyik. Variant B. 40. sual. It is very nice near the sea. Dənizin yaxınında. On a hot day. İsti bir günündə dənizin yaxınında çox gözəl olur. 41. Mr. Wilson come home in his car. Burada his yəlik haldır. Yəni his olmasa yerində article yazılacaqdı.
Mr. Cənab Wilson isə evə öz maşını ilə gəldi deyir. Bir maşında da gəldi deyə bilərdi. Burada bənd olur. By olanda nəinki artikel, hətta yerlik əvəzliyi belə, işarə əvəzliyi belə də işlənmir. By'dan by car olmalıydı. İndi burada variant bəndi götürüləcək. In his car. The children decided to go an excursion evening. Evening, morning, afternoon həmişə inlə işlənir. In the evening, in the afternoon, in the morning. Lakin at noon, at night, at midnight bunlar yəni gecə yarısı, günorta saat 12 bunlar atla işlənir. Burada 42-də ikinci tərəfdə evening işləndiyinə görə ini götürürük. Birinci tərəfdə də to go, to ilə işlənir adətən go to school. Lakin excursion, vacation bu sözlər onunla işləndiyinə görə burada variant D bəndə uyğun gələcəkdir 42-də. On, bir də in. 43-də. Deyir, uşaqlar qərara gəldilər ki, axşam ekskursiyaya getsinlər. 43-də. A few people are waiting for you at the office. Bir neçə insan səni ofisdə gözləyir. 44. I decided to stay home a week. Home'un qarşısında həmişə at artikel işlənir. Başqa artikel işlənmir. Burada home stay at ilə işlənəcəkdir. At home variant C bəndi for a week bir həftə. Mən burada qalmaq qərarına gəldim. Evdə qalmaq qərarına gəldim. 45-də. They told Daniel everything about the last meeting. Tolddan sonra tell, tolddan sonra heç bir artikel işləmir. Onlar Daniel'a hər şeyi keçən iclas haqqında hər şeyi danışdı. About isə haqqında deməkdir. 46-cı. Be careful not to draw the plates, the stone floor, said the girl. Qız kiçik bacısına dedi ki, daş döşəmənin üzərində diqqətli olsun ki, boşqafları yerə salmasın. Bax, bu mənada nəzərdə tutur. Deməli, variant burada oldu 46-da E. If you go to Paris, əgər sən Parisə gedirsənsə, on business. Deməli, go sözü vacation, excursion, bir də businesslərdə nə ilə işləndi? Onunla işləndi. Try to see all the places of interest in the. Burada bax, yadınızda qalsın. Of interest, place of interest də nəzərdə tutun, yadda saxlaya bilərsiniz. Try to see. Səndir orada maraqlı olan yerləri görməyə cəhd eləməlisən. 48-də. I got a postcard from my parents this morning. Mən valideynlərimdən bugün postkart aldım. They are on holiday in Rome. Onlar tətildə Romadadırlar. Deməli, variant E bəndə uyğun gəldi. From my parents in Rome. 49. In my childhood, I live in a small town not far from the capital. Far from the capital. Far from-la işlənir aziz şagirdlər. Deyir ki, mən uşaqlığımın içərisində in my childhood, in my youth, in my adult, yəni yaşlılıqda, uşaqlıqda bunlar həmişə inlə işlənir. Mən bir balaca evdə yaşayırdım. 50-də. My friends and I visited Tom in the hospital. Visiteddən sonra heç bir artikel olmayacaqdır. In the hospital, xəstəxanada mənim dostlarım və mən xəstəxanaya baş çəkdik. Tom xəstəxanadadır və biz onlara baş çəkdik, nəzərdə tutulur. 51-də. I visited
My relatives, yenə burada visit'i boş qoyacağıq. In the village, kənddə qohumlarıma baş çəkdim. 52-də the children passed by in famous pictures painted by an old artist. Yəni bir yaşlı rəssam tərəfindən nəzərdə tutulub. By without stopping to look at it. Bax, without burada vardır əziz şagirdlər, sözsüzdür. Deyir ki, ona baxmaqdan dayana bilmədilər. Stopping to look at. Look at isə baxmaq deməkdir.